əlbəttə ki, okulopatikadan danışırıqsa, mütəxəssis seçmək lazımdır. Mütəxəssis anatomiyanı düzgün bilməlidir və müayinə zamanı düzgün diaqnoz qoymalıdır. Əsas problem hardan irəli gəlir? Niyə əməliyyat vermək lazımdır? Çünki elə ola bilər ki, problem birdir, amma başqa bir əməliyyat olunur və problem həll olunmur. Əslində, məndə bir dəfə olub belə bir şey, olub 5 il əvvəl, təzə başlayanda, xəstə ilə danışanda düzgün birimizi başa düşmək. Əməliyyat elədim, düzdür, yaxşılaşdı, amma doktor, hoşuma gəlir, amma məndə başqa bir problem idi. Mən bir körükləri qaldırmaq istəyirdim. Dedim, mən narahat olum, mən də bu propastika yapıyorum. Bütün narahatlığım, bir həftədən sonra körükləri qaldırdım. Xəstə çox məmnun oldu, çünki əməliyyat güzel oldu. Amma bu çox vacib ki, seninlə danışanda yaxşı nəticələr olmaq üçün, yarın təsəfərin etmələr almaq üçün, gərək düzgün mütəxəssis seçmək. Göz ətrafından danışmaq gərək o da okuloplastikdir. O da nədir? Siz gərək insan məhz onu oxusun. Mən oftalmologiyanı oxuyandan sonra 2 il ayrıca okuloplastikada məşğul olmuşam. Yəni oxumuşam onu bir neçə ölkələrdə. Biri də elə ABŞ olub, Los Angelesdə. Məhz göz qapaqları, yəni göz ətrafının əməliyyat edirdik, təzadlarına baxırdıq. Başqalarının təzadları bizim yanımıza çox gəlirdi. Çünki anatomiya düzgün bilməyən insanlar əməliyyat edirdi. Çox adam fikirləşir ki, götürsün dəyərli nə qədər dəri götürmək lazımdır. Orada pi vəzləri var, pi qatları var, onu götürmək lazımdır. 2-3 ildən sonra necə olacaq? İnsanın baxışı dəyişir. Bu belə görünüş qəbələt olunur. Amma yavaş. Onun hamısı nəzər almaq lazımdır. O da okuloplastika. Əlbəttə, hər bir əməliyyatda əks göstəriş var. O da çox vaxt insan anatomiyasına bağlıdır. Bilirsən ki, bu insan əməliyyat eləsək, gözləri bağlanmayacaq. Ya yenə yuxulu görünüşü var isə, yenə də yuxulu görünüş olacaq. Bura yaraşmayacaq. Çox vaxt yenə rastlaşıraq. Hətta elə əməliyyat olsun ki, 10 il dursun. 100 il əməliyyat var, 10 il dursun. Amma 10 il duran əməliyyat gərək o qədər bir əməliyyat. O da çox gözləyəcək. 10 il dursun, yaşlanma davam edir. Onda da insanın baxışı çox dəyişir. Bunda artıq gərək əvvəlcə analiz edilmək, danışaraq, izah edəcək və xəstələrimiz çox inkişaf edilmiş bir insanlardır. Genəldə danışanda logika əsaslanıb hər şey başa düşürlər. Düzdür, bunu izah eləmədinsə, onda problemlər ola bilər, xəstə narazı qala bilər. Amma bunun hamısını danışanda xəstə razılaşır və həkim mütəxəssis məsləhət gördüyünü eləyir.